İzləyicilərimiz, mən həmişə deyirəm ki, istənilən xəstəliyi yaradan insan beynidir, insan təfəkkürüdür. İnsanın sosial problemləri bəzən o yerə gəlir çatır ki, beynin hüceyrələri özünə əmr verir ki, bax, bu xəstəlik yaranmalıdır və mən həyatdan getməliyim. Amma xoş əhval-ruhiyyə olan insanlar heç vaxt bədxassər xəstəliklərə tutulurlar. Əlbəttə ki, söhbət xərçəng xəstəliyinə gedir. Bizim bu dünyada, yer kürəsində, o cümlədən Azərbaycanda xərçəng xəstəliyindən sağalanların sayı ölənlərin sayından qat-qat çoxdur. Nədənsə ölüm xəbəri çox tez yayıldığı üçün biri xərçəngdən öləndə millət hamısı danışır ki, filankəs xərçəngdə öldü. Və insanların təfəkküründə belə bir şey var ki, xərçəng tutsansa ölməlisən. Amma gəlin xərçəngdən sağalanlara baxalım. Saysız mənim pasiyentlərim olub ki, onlar ağciyər xərçəngi ilə 20 il yaşayırlar. Süd vəzini xərçəngi ilə 20 ildən çoxdur yaşayırlar və mən sağalacağım. Belə xəstələrimizdən biri də mənim gözəl qardaşım, bizim gözəl müəllimimiz Zakir müəllimdir. Zakir müəllim, neçə ildir siz tutulmusunuz limfoleykoza? Onkolojik xəstəliyi məndə çoxdandır, 5-6 il bundan qabaq. Amma son 6 ay ərzində onkoloji mərkəzə müraciət elədim. Sağ olsunlar, həkimlər məni müalicə elədilər. Doktorumuzun qeyd elədiyi kimi, sağalanların sayı ölənlərin sayından qat-qat çoxdur. Belə ki, onkoloji mərkəzdə məni müalicə elədilər. İndi ayda bir dəfə, sonra 6 aydan bir gedib müayinədən keçirəm. Tam sağalmış vəziyyətdəyəm.